Bağışlayan və mehriban uca Allahın adı ilə. Allahın salavat, səlamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Salamlayıram əziz izləyicilərimiz sizləri. Quran səfirləri verilişində biz çalışacağıq inşallah. Siz əziz izləyicilərimizin xidmətində olaq və lazımlı mövzular, Quran tilavəti ilə bağlı, Quran qariləri ilə bağlı, onlar ki, Qurana xidmət eləyirlər, onların yolları, üslubları ilə bağlı siz əziz izləyicilərimizə inşallah lazımlı məlumatlar verəcəyik. Verilişimizin adı Quran səfirləridir. Quran səfirləri kimlərə Quran səfirləri deyilir? Neçə dəstə insanları bu mövzuya aid etmək olar ki, onlardan biri Quran hafizləridir. Quranı öyrənirlər, əzbərləyirlər, həyatlarında onu əməli şəkildə görsədirlər. Onlardan biri Quran hafizləri və biri də Quran qariləridir. Və başqa qrup insanlar da, dinə xidmət edən insanların bəziləri də müəllimlər, tərbiyəçilər, bunları da aid etmək olar Quran səfirləri siyahısına. Amma mövzumuz Quran qariləri ilə bağlı olduğu üçün istəyirəm ki, inşallah Quran səfirləri kimlərdir? Nə üçün Quran qarilərinə Quran səfirləri deyirlər? Səfir, yəni bir yerdən başqa bir yerə gedib, orada mənsub olduğun sahəni, mənsub olduğun ölkəni, mənsub olduğun dini yaymaq və onu görsətməklə məşğul olan insanlara səfir deyirlər. Və onlardan biri də Quran qariləridir. Mən yadıma gəlir bir dəfə mütaliələrdə mənim qarşıma belə bir məsələ çıxmışdı. Quran qarisi iki səfir rolu oynayır. Həm Quranın səfiridir, getdiyi yerdə həm Quranı insanlara təqdim eləyir, həm Quranı insanlara tanıtdırır, Quran əxlaqın, Quranın ismarıcıların, mesajların, Quranın insanlar üçün öyrənməli olduğu mövzuları tanıtdırır və həm də hansı ölkədən gəlib oranın mədəniyyətin və oranı təmsil edir. Nə üçün Quran qarilərinə Quran səfirləri deyilir? Bunun neçə səbəbləri var. Səbəblərindən biri budur ki, ayələrin, sözlərin, ayələrin, mesajların, ayələrin, ismarıcıların xüsusi ləhənlərlə, xüsusi avazlarla eşidənlərə çatdırmaq istəyir ki, Allah burada sizlərə nəyisə çatdırmaq istəyir. Quran-ı Kərimdə ləhən kəlməsi neçə dəfə istifadə olunubdur. Onlardan biri də mütəal Allahımız, mehriban Allahımız münafiqlərin dilindən belə danışır ki, deyir ki, sən onları danışıqlarının tərzindən başa düşəcəksən ki, bu insanlar mömindirlər və yaxud münafiqdirlər. Quran qarisi gözəl bir ləhənlər istifadə etməklə cənnət mövzuların, cəhənnəm mövzuların, Allahın əmrlərin, Allahın çəkindirmələrin dinləyicilərə çatdırır və dinləyicilər əgər diqqətləri Quran qarisində olsa, orada Allahın insanlara çatdırmalı olduğu nöqtələri əldə etmiş olarlar. Quran qarisi onun üçün Quran səfiri adlanır ki, tilavəti ilə, gözəl qəlb oxşayan tilavəti ilə və səsi ilə insanları mehriban və uca Allahın kəlamına tərəf cəzb edir və cəzb etdikdə insanlar daha çox Allahın kəlamını dinləməyə meyl edirlər. Mən inşallah bir neçə dəqiqə sonra bir qari haqqında danışacağam ki, o insan heç bir Allah kəlamından məlumatı olmayan insanları öz tilavəti vasitəsilə Allahın dininə, yəni İslam dininə tilavəti vasitəsilə hidayət edib və insanları bu gözəl kəlamın sözlərin eşitməyə və hidayət olmağına səbəb olub. Quran qariləri onun üçün Quran səfirləri sayılırlar ki, onlar Quranı hər bir yerdə təmsil edirlər. İnsanlar onların hərəkətlərinə baxanda Quranı yad edirlər. Odur ki, Quran qariləri həmişə öz üzərlərində çalışırlar ki, nümunə olsunlar. Çünki onlar Quran təmsilçiləri sayılırlar.
və yaxud beynəlxalq səfərlərə getməklə onlar Quranı təmsil edirlər və Qurana heç bir məlumatı olmayan insanlara belə tanıtdırırlar. Quran qariləri Allah yanında çox əzəmətli insanlardır. Peyğəmbərimizin hədislərinə əgər biz baxmış olsaq, biz görərik ki, Peyğəmbərimiz onları çox tərifləyib. Bir hədisində Peyğəmbərimiz buyurur, mənim ümmətimin ən şərəfliləri, ən üstünləri Quran qarilərdir. Və yaxud ayrı bir hədisdə Peyğəmbərimizdən eşidirik, Peyğəmbərimiz buyurur ki, Quran qariləri mələklərlə bir süfrədə, bir məclisdə oturanlar sayılırlar. Və yaxud ayrı bir hədisdə Peyğəmbərimiz Quran qariləri haqqında belə buyurur. Peyğəmbərimiz buyurur, qiyamətin gününün şəfaətçilərindən biri də Quran qariləridir. Nə xoş o Quran qarilərinin halına ki, onlar doğrudan Quran qariləridirlər. Mən hamı üçün çox tanınmış bir sima olan Quran qarisi ki, Quran səfiridir. Onun haqqında ilk olaraq danışmaq istəyirəm. Həyatı haqqında və həyatında qazandığı nailiyyətlər haqqında mən istəyirəm siz əziz izləyicilərimizə danışam inşallah. İlk olaraq istəyirəm Muhammed Əbdüssəməd Əbdülbasit haqqında siz əziz izləyicilərə onun həyatından bir neçə kəlmə danışam və onun tilavətləri haqqında qısa bir məlumat vermiş olam. Əbdülbasit bilirsiniz Misirdə dünyaya gəlib. Atası, babası Quran hafizi olub və özü Quran ailəsində belə deyək dünyaya gəlib. Əbdülbasit uşaq vaxtlarından Quranı əzbərləməyə, bəzi tarixi səhifələrdə yazılıb 12 yaşında, bəzilərində yazılıb 10 yaşında bütöv Quranı əzbərləyə bilib. Gör, nə xoşbəxt bir insan olub Əbdülbasit ki, Allahın kitabın uşaq vaxtlarında əzbərləyib və ona həvəsi olub. Əbdülbasit ömrünün ən kiçik yaşlarında öz yaşadığı məntəqədə elə bir ad salmışdı ki, öz gözəl səsi ilə, öz gözəl tilavətləri ilə hətta bir gün bunu təqdim eləyirlər. Xanım Zeynəb hərəmində təqdim eləyirlər Əbdülbasiti ki, sən burada Quran tilavət eləməlisən. Orada olan böyük ustadların huzurunda gəlib təqdim eləyirlər və deyirlər ki, 10 dəqiqə tilavət eləyəcək. Çünki orada böyük ustadlar var, böyük ustadların huzurunda bu az yaşlı bir uşaqdır. Necə bir Quran tilavət eləyə bilər? Mən səhv eləmirəmsə, Əbdülbasit orada Quran tilavət eləməyə başlayanda 13 yaşı var idi. Əbdülbasitin o səslə qazandığı titullardan, ləqəblərdən biri onun Məkkə səsi deyirdilər ona və yaxud ona qızıl səsli bir insan deyirdilər. Əbdülbasit ilk olaraq Məryəm surəsinin orada 10 dəqiqə icazə almışdı ki, tilavət etsin. 10 dəqiqə bir sahada qədər uzanır və səbəb nədir? Orada olan dinləyicilər. Bəli, əzizləyicilərimiz, dinləyicilər istəyirlər və orada olan böyük ustadlardan xahiş eləyirlər ki, 10 dəqiqə azdır, qoy çox oxusun. Görün, dinləyicilərin də nə qədər həvəsi olub Quran səsin dinləməyə. Ki, bir saatdan çox tilavət eləyir. Əbdülbasit, Allah onu rəhmət eləsin, özü deyir ki, mənim bu yerə gəlib çatmağımın səbəblərindən biri və əsası Əhl-i Beyt olub. Əhl-i Beyt mənə şəfaət elədi. Mən xanım Zeynəbin məzarı yanında, bəzi rivayətlərə görə, xanım Zeynəb Salamullahi Aleyhanın qəbri Misirdədir və onlar üçün də ora ziyarətgahdır, orada Quran oxuyarlar, məclislər keçirdərlər və Əbdülbasit deyir ki, mənim üçün xanım Zeynəbin şəfaəti səbəb oldu, mən gəldim bu qədər şöhrət tapdım. Əbdülbasit o mənəvi halı ilə, mənəviyyata olan həvəsi ilə, istəyi ilə Əbdülbasit günü-gündən gözəl tilavətlər təqdim eləməyə başladı və bacardı. Əbdülbasit dünyanın müxtəlif yerlərində gözəl-gözəl tilavətlər sərgiləməyə başladı.
tarixdə qeyd olunubdur ki, Əbdülbasitin həyat tarixində qeyd olunubdur ki, Əbdülbasit Amerikada, Los Ancelesdə tilavətində ilk olaraq Quranın belə haqqında heç bir məlumatı olmayan insanlardan 6 nəfər və yaxud 9 nəfər elə o verilişdə və yaxud o Quran məclisində müsəlmançılığı qəbul edir. Onların Quran haqqında heç bir məlumatı yox idi. Amma o gözəl səs, o mələkuti səs, o qızıl səs qeyri-müsəlman olan bir insanlar ki, Quran haqqında heç bir məlumatları yox idi, onların müsəlman olmasına səbəb oldu. Və bütün o Los Ancelesdə oxuduğu tilavətlər və dünyanın müxtəlif ölkələrində Əbdülbasitin tilavət etdiyi Quran ayələri, həmən o lent yazıları bu günlərdə əllərdə var. Əzizlər istəsələr, axtarsalar da onları tapa bilərlər. Əbdülbasit dünyanın müxtəlif ölkələrinə səfər edib. Onlardan biri Cənubi Afrikaya və yaxud Hindistana və yaxud Fransaya ki, səfərləri olub, Fələstinə səfəri olub, Mədinəyə səfəri olub, Məscid-ül Nəbidə, Məscid-ül Əqsada, Dəməşqdə və müxtəlif dünyanın müxtəlif yerlərində, ölkələrində Əbdülbasit Quranı gözəl şəkildə tilavət edib və insanlara təsir edib. Əbdülbasitin Cənubi Afrikada tilavət etdiyi bir məclisdə 900 nəfər xristiyan birdən-birə müsəlmançılığı qəbul edib. Və bu, bunun səsinin bərəkəti idi ki, həmən səsin vasitəsilə Quranı insanlara çatdırırdı və insanlar onun o mələkuti səsindən həvəslənirdilər və ilhama gəlirdilər və qəlbləri hidayət olurdu. Quran-ı Kərimə iman gətirirdilər, İslama iman gətirirdilər. Əbdülbasit uzun nəfəsi ilə, hətta o qədər öz nəfəsinin üstündə çalışarmış ki, 50 saniyyə qədər tilavətin uzada bilərmiş. Bəzi hallarda uzun tilavətlərlə insanlara təsir qoya bilərmiş, bəzi hallarda qısa tilavətlərin vasitəsilə insanlara təsir eləməyi bacarırmış. Əbdülbasit təkcə səsi ilə yox, həm də yaşadığı yerlərdə insanları öz əməli ilə, Quranın həqiqi səfiri olaraq, özünün mənəvi halı ilə insanların hidayətinə səbəb olarmış. Əbdülbasitin səsi çox yüksək olduğu üçün onu təqlid etmək, onun kimi tilavət etmək çox da asan bir iş deyil. Əbdülbasit kimi tilavət etmək üçün gərək ən azından onun səsinə yaxın bir səsin ola. Çünki Əbdülbasitin orta zildə olan tilavətin, bəli, təqlid eləmək mümkündür. Amma yüksək zildə Əbdülbasitin tilavətin təqlid etmək hər bir qarinin gücü çatan bir məsələ deyil. Əbdülbasitin çox gözəl, belə bizim dilimizdə desin, şah tilavətləri ki, çox tilavətləri elə onun gözəldir. Bütün tilavətləri demək olar gözəldir, amma onun tilavətlərinin içərisində bu cür qeyd olunubdur ki, şah tilavətləri Həmd surəsinin tilavəti. Doğrudan ilk olaraq mən özümü deyirəm, Əbdülbasitin Həmd surəsini insan eşidəndə yalnız Allahı insan düşünə bilir. Və yaxud Bəqərə surəsinin, Ali İmran surəsinin, Yusif surəsinin tilavəti, Həşr surəsinin tilavəti, Təkvir surəsinin tilavəti. Təkvir surəsində Əbdülbasit elə bir zillərdən istifadə eləyib, qiyamətin, o səhnələrin öz səsinin tonu ilə insanlara elə xatırladır ki, elə bil ki, hal-hazırda indi qiyamət qopacaq. İnsanlar onu Əbdülbasitin səsindən dərk eləyə bilirlər. İnsanlar Əbdülbasitin tilavətindən onu əldə eləyə bilirlər. Bu insanın tilavətinə insanlar o qədər həvəsli imişlər ki, hətta bir dəfə öz səfərlərindən birində, İndoneziya səfərlərindən birində bunun tilavətini dinləmək üçün toplaşan insanların sayı 250 mindən çox olub. Siz təsəvvür edin. İnsanlar nə qədər aşiq imişlər bu gözəl səsi dinləməyə. Və bəziləri ki, heç müsəlman deyilmişlər, gəlib o Quran məclisində iştirak edib, oradan hidayət tapıb gedərmişlər. Allah bir insanın ömrünə
bərəkət verəndə belə bərəkət verər. İnsan Əbdülbasitin Məryəm surəsinin tilavətinə qulaq asanda ki, orada Həzrəti Məryəm əleyhissalamın hadisəsin elə formada, elə səs tonu ilə təqdim edir ki, insan o həyəcanı hiss edir ki, o insanlar ki, Həzrəti Məryəmin üstünə hücum gətirmişdilər və onu iffətsizliklə günahlandıranda orada Həzrəti Məryəm ki, işarə edir ki, bu verdiyi sualları bu təzə doğulmuş uşaqdan soruşun, siz təsəvvür edin. Əbdülbasit orada o təzə doğulmuş uşağın dili ilə inni Abdullah kəlməsini elə təqdim edir ki, adam orada elə hiss eləyirsən ki, doğrudan da, həqiqətən də bu elə bilirsən ki, özün o hadisəni gözü ilə görürsən. Tilavətdən bu həzzi almaq, bu ləzzəti almaq o qarinin bacarığından irəli gəlir. İnsanın təbii ki, biraz da o hadisə ilə məlumatı olanda, o hadisələrdən xəbərdar olanda, onunla yanaşı o tilavəti dinləyəndə insan doymur, bizim öz dilimizdə desək, doymur o tilavətlərə qulaq asmaqdan. Və yaxud Əbdülbasitin tilavət etdiyi o gözəl insana gözəl ruhiyyə verən, ləzzət verən surələrdən biri də Yusif surəsidir. Əgər insanın Yusif surəsinin Yusif surəsinin ümumi məzmunundan xəbərdar olsa, o hadisəsindən xəbərdar olsa və yaxud filmin izləmiş olsa, onunla yanaşı Əbdülbasitin tilavətinə baxanda insan elə bir ləzzət ala bilər ki, insan onu nə o tarixin oxumağından, nə onun filminə baxmaqdan o ləzzəti ala bilməzsən. Çünki Qur'an kəlamı ilə insan onu dinləyəndə insana ayrı bir ləzzət verir. Mən belə bir söz demək istəyirəm, mənim yadıma gəlir. Həzrəti Yusif Peyğəmbər əleyhissalamın o serialı birinci dəfə veriləndə bizim ruhanilərdən, tələbə yoldaşlarımızdan biri mənə elə-belə söhbət əsnasında demişdi ki, Seyid, o film xoşuma gəldi, dedim, çox xoşuma gəldi. Dedi, bilirsən niyə xoşuma gəldi? Dedim, səbəb nədir? Dedi, çünki indi sözün əsl mənasında, nəinki belə deyək də o filmi çəkən, onun senarisində bəzi adları yazanları qoyuram kənara. Sözün əsl mənasında o film Qur'an-ı Kərimin ayələrinə əsaslanıb çəkilmiş bir şeydir. Dedi, çünki o filmin senarisini yazan Allahdır. Odur insana o qədər ləzzət verir. İnsan həmən o filmi Allahın dili ilə eşidəndə, Allahın sözləri ilə və Əbdülbasit kimi bir qarinin səsi ilə eşidəndə onun insanda yaratdığı təsir, insana bəxş etdiyi təsir heç bir şeylə əvəz oluna bilməz. İnsan ondan aldığı ləzzəti başqa heç bir şeydən ala bilməz. Əbdülbasitin ümumi götürəndə bütün müsəlman ölkələrinə, əksərlərinə elədiyi səfərlər və orada insanlar arasında yayılmış tilavətlər hamının demək olar ki, dillər əzbəri olub. Və zaman-zaman hamı istəyib öz evladları Əbdülbasit kimi bir qari olsun. Əbdülbasitin səsinin yüksəkliyi elə bir həddədir ki, Əbdülbasit muğamların, mən deməzdim, hamısını geniş şəkildə təqdim eləyib, amma hansı bir muğamla öz səsinə uyğun olaraq insanlarda təsir yarada bilərdisə, əsasən o muğamları oxuyub. Ən çox oxuduğu muğamlardan Səba muğamı olub, Hicaz muğamı olub, Rəst muğamı olub, Çahargah muğamı olub ki, ən çox tilavət etdiyi muğam ayələri Rəst və Səba muğamında və yaxud Hicaz muğamında təqdim eləyərmiş Əbdülbasit, insanlarda istəyərmiş ki, Allah kəlamı gözəl şəkildə təsir eləyə bilsin. Mən tövsiyə eləyərəm əziz izləyicilərimizə ki, Qur'an-ı Kərimdə Həşr surəsində mərhum Əbdülbasit "Ləv ənzəlnə həzəl Qur'anə alə cəbəlin lərəəytəhu xaşiən mütəsəddiən min xəşyətilləh" ayəsin Əbdülbasitin dilində insan eşidəndə doğrudan da o ayənin nazil olmağın bəzən insan özündə hiss eləyir.
Bu Əbdülbasitin o səsinin bərəkətindən irəli gəlir. Əbdülbasit bütün bu zəhmətlərin, bütün bu əziyyətlərin Quranın təbliğatı üçün sərf eləyib və zəhmət çəkib. Əbdülbasit 61 yaşında qaraciyər xərçəngindən və şəkər xəstəliyindən dünyasını dəyişir. Amma dünyasını dəyişsə də bizim aramızda maddi aləmdə bəlkə dəyişmiş olar. Amma adı, onun zəhməti, onun tilavəti illər məscidlərin minarələrindən və bütün Quran məclislərindən, Quran məhfillərindən onun səsi kəsilmir və davam edir. Həmişə hamının xatirəsində Əbdülbasit gözəl qari və Quran səfiri olaraq qalır və Qurana misilsiz xidməti insanlar arasında qalır. Onun yolu nümunə olaraq qalır. Allah ruhun şad etsin və çox Quran qariləri var ki, Əbdülbasitdən öncə də yaşayıblar, Əbdülbasitdən sonra da yaşayıblar, amma Əbdülbasit qədər məruf və məşhur olmayıblar. Əbdülbasitin məruf və məşhur olması onun həqiqi Quran səfiri olmasından irəli gəlir. Allah ruhun şad etsin. Allah amanında gələn verilişlərə.